aksiya ilə bağlı təbii ki, mən keçən dəfə də Xalq Parlamenti iclasında demişəm, bugün sizin efiriniz vasitəsilə də deyirəm. Rıza bəy Səfərsoy başda olmaqla bütün siyasi məhbuslara azadlıq şüarı ilə Bakı Şəhər İcra Hakimiyyətinə bizim dəyərli hüquqşünaslarımız məktub ünvanlasınlar. Şəxsən mən özüm də o məktubu aparıb ora təhvil verəcəm. Qoy rəsmi olaraq biz müraciət edək. İlk öncə etiraz aksiyası. Bilirsiniz ki, etiraz aksiyası üçün 50 nəfər lazımdır. Kənardan da dəstək olan kim istəyir ola bilər. Mən bilirəm ki, bu hakimiyyət icazə verməyəcək hal-hazırki dövrdə. 3 nəfərin bir yerə yığışmasına imkan verir. Amma biz tarixi fakt olaraq bunu rəsmi qaydada müraciət eləməliyik və hal-hazırki Azərbaycan hakimiyyətindən tələb etməliyik ki, siyasi məhbusları azad etməlisə, qeyri-şərtsiz, bəraət verərək və həyatlarına vurduğun ziyanı kompensasiya edərək. Həmçinin Azərbaycan quru sərhədləri açılmalıdır. Həmçinin Tərtər soyqırımına ədalət tanınmalıdır. Azərbaycan körpələrinə uşaq pulu verilməlidir. Nə vaxta qədər Azərbaycan anaları, ataları ac yalavac uşaq böyüdəcək, ondan bundan dərman pulu istəyəcək, kömək istəyəcək. Bütün bunları eləmək dövlətin vəzifəsində, dövlət başında vəzifədə olan birinci şəxsin, prezidentin səlahiyyətlərindədir. And içibdir ki, mən hər bir Azərbaycan vətəndaşının qarantıyam. Çox danışa bilərik, çox danışıb vaxtınız almaq istəmirəm. Azərbaycan xalqından təvəqqəm, ricam, xahişim hər bir vətəndaşımdan xahiş edirəm. Qeyrəti, namusu, şərəfi olan hər bir Azərbaycan oğlu, qızı öz haqları uğrunda mübarizəyə qalsın. Nə vaxta qədər susacağıq, o vaxta qədər də bu hakimiyyətin zülmü davam edəcəkdir. Bircə məsələni mən diqqətə çatdırım. Deməli, ABA Media kanalında 2 gün bundan qabaq bir sorğu qoymuşam. Sorğu belədir. Xalqımız miting keçməyə hazırdırmı? Necə düşünürsünüz? Sizin fikriniz? 1100-dən çox adam iştirak edib. Bəli, hazırdır, lider lazımdır. Deməli, cavabına 40% cavab verib. Bəli, hazırdır, çağırış lazımdır, 13%. Xeyr, hazır deyil, mitingə ehtiyac yoxdur, 6%. Yox, hazır deyil, hazırlamaq lazımdır, 41%. Bax, bu 41% hazırlamaq lazım olan 41% nə vaxtı deməli, az bir rəqəm olacaq, xalq tam olaraq hazır olacaq, biz hazırlayacaq xalqımızı, kanallarımız xaricdə olan ABA Media kanalı, Azərfreedom kanalı, Müqavimət TV, Ayvazoğlu, Simansız TV və digər bizlərə dəstək göstərən, dəstək verən kanalların hamısı nə vaxt insanlarını hazırlayacaq və bu faiz aşağı düşəcəksə, o vaxtı biz aksiyalarına başlayacaq. Deməli, 53% bəli, hazırdır, çağırış lazımdır, 40% lider lazımdır, amma cəmi ölkə əhalisi, yəni bizim bu səs verənlər ölkə əhalisi, çünki burada trollar da var, başqaları da var, onlar da daxil olmadan 6% deyir ki, yox, ehtiyac yoxdur, xalq hazır deyil, amma ehtiyac yoxdur yəni mitinglərə. Xeyr, ehtiyac var və bu 6% dediyim kimi trollardır. Azərbaycan xalqı miting istəyir, aksiya istəyir, Azərbaycan xalqı çevriliş istəyir, Azərbaycan xalqı yenilik istəyir, Azərbaycan xalqı bu hakimiyyətə rədd olub getməsini istəyir və ona görə də tam xalqımız hazır olanda biz yaxın zamanlarda, mən əminəm ki, çox yaxın günlərdə bugün olacaq və biz aksiyalarımızı deməli keçirəcəyik. Və buna hazırlıqlar gedir, çox gözəl hazırlıqlar gedir. Təminə xanım dediyi isə kiçik bir aksiyadır Bakı şəhərinin icra hakimiyyətinin qarşısında. Buna, bəli, hüquqşünaslarımız bununla bağlı məşğul olurlar, məşğul olacaqlar və bu müraciəti edəcəklər. Amma böyük aksiyalara biz müraciət edəcəyik və icazə də istəməyəcək. Çünki onsuz da biz bilirik ki, bu hakimiyyət icazə vermir və verməyəcəkdir. Heç bir zaman da verməyəcək. Kim deyər ki, gəl məni, yıx məni, nə bilim, mən hakimiyyətdən deyir. Heç kəs ona icazə verməz. Ona görə biz icazəsiz Azərbaycan Respublikası Konstitusiyası necə tələb edirsə, o şəkildə biz aksiyalara başlayacağıq, böyük mitinglərə başlayacağıq. Və bunun üçün də təşkilatlarımız hazır olmalıdırlar, tez bir zamanda, sürətlə və mən ona görə xahiş edirəm ki, biz Azərbaycan Milli Müqavimət Hərəkatının üzvü olmaq üçün müraciət eləyin və biz görək ki, bizim gücümüz nə qədərdir. Və mən çox istəyərdim ki, digər təşkilatlar da buna hazırlaşsınlar. Hamı bir yerdə bir aksiya komitəsi yaratsın, bir miting komitəsi yaratsın və hamı da o miting komitəsində təmsil olunsun.
Əgər kimlər cəsarətlidirlərsə gəlsin o miting komitəsinə. Kimin cəsarəti yoxsa dursun kənarda desin ki, mən bu xalqa verdiyim sözə əməl edə bilmirəm.